Mənə hərdən deyirlər ki, yəni 6 dil bilirsənsə, futbolun başını burax, dərslə məşğul ol. İnanıram ki, Oksfordda oxuyan ilk Azərbaycanlı futbolçu mən olacağam. Cinayət və Cəzanı 1 ay oxudum. Mənə evdəkilər arada deyir ki, yəni biz heç bu yaşda Dostoyevski oxumuruq, sən nə əcəb oxuyursan? 10 ildir ki, nə yağış, nə qar bilmişəm, həmişə məşqə getmişəm. Anam da həmişə məni ona görə tanıyıbdı, amma fikirləşirəm ki, mən düz yolla gedirəm. Kumirim Manuel Neuerdir, çünki qapıcı mən çox sevirəm, həm oyun stilinə görə, həm də taktikalarına görə. Mən 6 dənə dil bilirəm, rus dilin, türk dilin, Azərbaycan dilin, ingilis dilin, fransız dilin və ukrayna dilin. Bəzən mənə irad tuturlar ki, sən futbolla təhsili yəni bir yerdə apara bilməyəcəksən axıra kimi, amma mən düşünürəm ki, bu tamamilə realdır, yəni. Bəziləri 2 saata gedənmir, çünki öz komfort zonalarından çıxmaq istəmirlər. Bu sertifikatı mənə Cambridge Universiteti verib, mən onların imtahanından yüksək bal yığdığıma görə. Hətta arada yuxuda görürəm ki, yəni Camp Nou-da çıxış edirəm, məni hansısa professional bir klub imzalayır. Şahmat futbolu çox bənzədirəm, yəni strategiya, taktika, hamısı var orada. Ən böyük arzum idman sahəsində milli komandanın formasını geyinmək, təhsil sahəsində isə top universitetlərdə təhsil almaqdır və hər iki sahədə də Azərbaycanını qürurla təmsil etmək.